Bir anlığına dur və nəfəs al. Sadəcə bir nəfəs. Çöldəki dünyanın səs-küyünü, o bitib tükənməyən qaçış-qaçışı, çiyinlərindəki o görünməz yükləri qapının arxasında qoy. Burada, bu məkanda yalnız sən varsın və danışılmağı gözləyən bir hekayə var. Sənin hekayən. Bugün sizə böyük və cəsarətli bir iddia ilə müraciət edəcəm. Həyatınıza girən heç kim təsadüf deyildi. Nə sizə ən böyük xoşbəxtliyi yaşadan o köhnə sevgili, nə sizi ən dərindən yaran o dost, nə də yolda yalnız bir anlığına göz-gözə gəldiyiniz o yad adam. Hamısı ruhunuzun sizə göndərdiyi birər məktubdur. Bu videonun sonunda o məktubları necə oxuyacağınızı, o gizli mesajların şifrəsini necə çözəcəyinizi və həyatınızın ən böyük sirlərindən birini necə aydınladacağınızı anlamağa başlayacaqsınız. Bu təsadüf sandığımız hər şeyin arxasındakı müqəddəs nizamın, rezonans qanununun hekayəsidir. Bəs bu niyə vacibdir? Niyə məhz indi, həyatınızın bu anında bu mövzudan danışırıq? Çünki hamımız o anı yaşamışıq. Bir münasibətin xarabalığında oturarkən özümüzə soruşmuşuq. Niyə yenə mən? Niyə həmişə eyni tip insanları həyatıma çəkirəm? Bəlkə bir iş yerində sizi daim aşağılayan bir reislə mübarizə apararkən pıçıldamısınız. Bu adamın mənimlə nə işi var? Ya da tam əksi, heç gözləmədiyiniz bir anda qarşınıza çıxan, ruhunuzun çatışmayan parçasını tamamlayır kimi hissetdirən o insanla tanış olduqda, ürəyinizin bir güşəsində o sehirli sualı vermisiniz. Kainat mənə bir hədiyyə göndərdi. Bu sualların hamısı eyni qapıya çıxır, məna axtarışına. Həyatımızın təsadüfi hadisələr yığınından ibarət olmadığına, görünməz iplərlə bir-birinə bağlı mənalı bir bütün olduğuna dair o dərin həsrətə. Biz insanlar hekayələrlə yaşayırıq. Həyatımızdakı ən önəmli personajların niyə səhnəmizə çıxdığını anlamadığımızda özümüzü bir xaosun içində itirilmiş hiss edirik. Mənasızlıq müasir insanın ən böyük bəlasıdır. Məhz buna görə bu qarşılaşmaların arxasındakı o dərin məntiqi, o rezonansı anlamaq yalnız bir marava demək deyil. Eyni zamanda ruhsal bir sağ qalma məsələsidir. Bu sirri çözmək üçün birlikdə bir səyahətə çıxacağıq. Əvvəlcə təsadüf dediyimiz şeyin pərdəsini aralayıb, Jungun sinxronluq adlandırdığı sehirli anlayışa baxacağıq. Sonra ruhumuzun necə bir proyektor kimi işlədiyini və içimizdəki dünyanı xaricdəki insanlara necə yansıtdığımızı kəşf edəcəyik. Bu yansıtmanın ən qaranlıq, amma ən önəmli hissəsinə, kölgə arketipinə cəsarətlə bir addım atacağıq. Və nəhayət, bütün bu parçaları birləşdirib, hər qarşılaşmanın əslində ruhun bütünləşmə yolculuğunda atdığı bir addım olduğunu, o böyük aha anını birlikdə yaşayacağıq. Bu bir dərs deyil, bir kəşf olacaq. Hazırsınızsa, başlayaq. Səyahətimizin ilk dayanacağı ağlımızın ən rahat limanı məntiqdir. Məntiq bizə deyir ki, hadisələr təsadüfidir. Yolda gəzərkən 20 il görmədiyiniz bir tanışınıza rast gəlmək sadəcə statistik bir ehtimaldır. Məhz onu düşündüyünüz anda telefonunuzun zəng etməsi isə beynin nümunə axtaran təbiətinin bir oyunudur. Buna təsadüf deyirik. Üstündən keçib həyatımıza davam edirik. Bu rahatladıcı bir düşüncədir. Çünki nəzarətin bizdə olmadığı, nəhəng və mənasız bir kainatda savrulan kiçik yarpaqlar olduğumuzu qəbul etmək bir tərəfdən azad edicidir. Məsuliyyət yoxdur. Yalnız şans ya da şanssızlıq var. Amma ruhun dərinliklərinin bir yerində bu fikrə heç vaxt tam razılaşmırıq. O səs, o sezgi pıçıldayır. Bəzi anların digərlərindən daha ağır olduğunu, bəzi qarşılaşmaların üzərinə sanki görünməz bir mürəkkəblə bu önəmlidir yazılmışdı. Məhz bu anlara Carl Jung bir ad verdi, sinxronluq. Jung sinxronluğu bir-biri ilə səbəb-nəticə əlaqəsi olmayan iki ya da daha çox hadisənin müşahidəçi üçün mənalı bir şəkildə bir araya gəlməsi kimi təyin edir. Bu sehirli bir düşüncə deyil. Bu, kainatın yalnız fiziki qanunlara deyil, eyni zamanda məna qanunlarına görə işlədiyinə dair dərin bir müşahidədir. Bunu bir orkestr kimi düşün. Fiziki qanunlar hər alətin necə səs çıxardığını müəyyən edir. Kamançanın teli titrəyir və səs çıxır. Bu, səbəb-nəticə əlaqəsidir. Amma bütün o alətlərin bir araya gəlib Beethovenin 9-cu simfoniyasını ifa etməsi bu əlaqənin çox ötəsindədir. O notların o anda, o ahənglə birləşməsi bir məna yaradır. Sinxronluq, həyat simfoniyamızdakı məhz bu anlardır. Daxili dünyamızdakı bir düşüncə ya duyğunun, xarici dünyada ona uyğun gələn bir hadisə ilə mükəmməl bir zamanlama ilə buluşmasıdır. Lakin burada bir maneə yaranır. Ağlımız dərhal soruşur, bəs bu necə işləyir?
Hansı mexanizm mənim düşüncəmi xaricdəki hadisə ilə bir araya gətirir? Bu suala ilişib qalmaq, bir çiçəyin gözəlliyi qarşısında heyran olmaq əvəzinə onun fotosintez tənliyini çözməyə çalışmaq kimidir. Jung deyir ki, bu mexanizmi bilmirik, bəlkə heç vaxt da bilməyəcəyik. Önəmli olan necə olduğu deyil, nə mənaya gəldiyidir. O an sizə nə hiss etdirdi? Hansı düşüncəni, hansı unudulmuş xatirəni, hansı çözülməmiş düyünü ağlınıza gətirdi? Sinxronluq kainatın sizə göz qırpmasıdır. Hə, doğru yoldasın ya da hə, bura diqqət et deməsidir. Rezonans qanunun ilk addımı məhz budur. Həyatımızdakı qarşılaşmaların təsadüfi olmadığını, daxili dünyamızla xarici dünya arasında görünməz bir ahəng, bir sinxronluq olduğunu qəbul etmək. Bəs bu ahəngi yaradan nədir? Hansı daxili vəziyyət, hansı xarici qarşılaşmanı özünə çəkir? Bu sualın cavabı bizi insan ruhunun ən füsunkar və ən təhlükəli sahəsinə aparır. Proyeksiya, yəni yansıtma mexanizmi. İndi gözlərinizi yumun və bir kinoteatr salonu təsəvvür edin. Siz o salonda tam ortada tək başınıza oturursunuz. Arxanızda güclü bir proyektor var. Bu proyektor sizin şuursuzluğunuzdur. İçinə doğulduğunuz andan bugünə qədər yaşadığınız hər anı, hər sevinci, hər qorxunu, hər xəyal qırıqlığını, bastırdığınız hər arzunu, fərqinə belə varmadığınız hər inancı özündə saxlayır. Önünüzdə isə ağappaq boş bir ekran var. Bu ekran həyatınıza girən yeni bir insandır. Bir iş yoldaşı, bir sevgili, bir qonşu. Siz o insanla tanış olduğunuz an, arxanızdakı o güclü proyektor işə başlayır. Şuursuzluğun qaranlıq otağından götürdüyü filmləri o ağ ekranın, yəni o yeni insanın üzərinə yansıdır. Əgər içinizdə atanızdan qalan bir kifayətsizlik filmi varsa, yeni rəhbərinizin hər sözünü bir tənqid kimi eşitməyə başlayırsınız. Ekranda məni kifayətsiz görən nüfuz sahibi filmi oynayır. Əgər içinizdə köhnə sevgilinizdən qalan bir tərk edilmə filmi varsa, yeni partnerinizin ən kiçik bir uzaqlaşmasını o filmin yenidən başladığının sübutu kimi görürsünüz. Ekranda məni yenə tərk edəcək olan sevgili filmi oynayır. Bu yansıtma o qədər avtomatik və o qədər güclüdür ki, ekranda gördüyümüzün əslində öz proyektorumuzdan çıxan bir görüntü olduğunu fərq etmirik. O insanın həqiqətən kim olduğuna deyil, üzərinə yansıtdığımız hekayəyə vuruluruq. Ya da ona görə nifrət edirik. Ona atf etdiyimiz xüsusiyyətlər çox vaxt onunla deyil, bizimlə əlaqəlidir. Bizim tamamlanmamış hekayələrimizlə, sağalmamış yaralarımızla, üzləşilməmiş qorxularımızla. Bu nöqtədə ən böyük maneələrdən biri ilə qarşılaşırıq. İnkar. Xeyr deyirik. O həqiqətən pis bir insandır. O həqiqətən məni aşağılayır. Bu mənimlə deyil, onunla bağlıdır. Bu çox insani bir müdafiə mexanizmidir. Çünki proyektorun bizə aid olduğunu qəbul etmək, o filmin məsuliyyətini öz üzərimizə götürmək deməkdir. Bu isə ağırlıdır. Qurban rolundan çıxıb öz hekayəmizin müəllifi olma məsuliyyətini üstlənməkdir. Gəlin bu vəziyyəti daha yaxından araşdıraq. Bir personaj yaradaq, adı Rəşid olsun. Rəşid 30'larının ortasında ağıllı, uğurlu, amma münasibətlərində daim eyni dövrü yaşayan bir kişidir. Rəşidin özünə məxsus bir xüsusiyyəti var. Gərginləşəndə barmaq boğumlarını həvəslə çıtlatır. Bu, onun daxili gərginliyi azaltma üsuludur. Rəşid yeni tanış olduğu Nilüfərlə bir kafedəbdə oturur. Hər şey əla gedir. Amma Nilüfər ona ən sadə sualı verir. Rəşid, sabah axşam nə edirsən? Anam dəvət edir, istəsən birlikdə gedək. Kənardan baxanda bu adi bir söhbətdir. Amma Rəşidin içində o an bir həyəcan siqnalı çalır. Proyektor işə başlamışdı. Rəşidin daxili monoloqunu eşidək. Budur, başladı. Yenə eyni şey. Daha indi həyatımı planlamağa çalışır. Hara gedəcəyimə, kiminlə görüşəcəyimə o qərar verəcək. Eynən anam kimi, eynən köhnə sevgilim kimi. Nəfəs ala bilmirəm. O an Rəşid Nilüfəri görmür. Qarşısında yalnız onu nəzarət altında saxlamağa çalışan qadın arketipini görür. Barmaqları ixtiyarsız hərəkətlənir. Nilüfər Rəşidin üzündəki dəyişikliyi fərq edir. Bir problem var, Rəşid? Rəşid qısa və soyuq cavab verir. Yox, heç nə. Sadəcə sabah işim var. Bu kiçik an bir çatın başlanğıcıdır. Rəşid Nilüfərin sadə dəvətindən öz nəzarət altına alınma filmini izlədi. Bəs bu film hardan gəlir? Bəlkə Rəşid uşaqlıqda çox nəzarətçi bir ana ilə böyüdü. Öz qərarlarını almağa, öz məkanını yaratmağa heç vaxt icazə verilmədi.
O boğulma hissi o qədər dərinə işlədi ki, indi ən kiçik bir yaxınlıq əlaməti belə ona təhdid kimi görünür. Bəs Nilüfər bu köhnə yaranı yalnız təsadüfən oyadan birimidirmi? Yoxsa Rəşidin ruhu bu köhnə filmi artıq dəyişdirmə vaxtının gəldiyini bildiyi üçün onu ən aydın şəkildə yansıtacaq o ekrana, yəni Nilüfəri həyatına çəkdimi? Məhz burada risklər devrəyə girədi. Əgər Rəşid bu vəziyyətin bir yansıtma olduğunu fərq etməzsə, nə baş verər? Nilüfərdən uzaqlaşacaq, münasibəti bitirəcək və növbəti münasibətdə eyni ssenarini yenidən yaşayacaq. Bütün həyatı boyunca azadlıq axtardığını düşünərkən, əslində öz keçmişinin zindanda məhbus olaraq qalacaq. Bu zamanın itirilməsidir. Hər bitən münasibət itirilən bir aydır, bir ildir. Çözülməmiş hər düyün isə növbəti münasibətdə daha da bərkiyir. Ta ki ruh ya təslimi ona, ya da oyanana qədər. Rəşidin vəziyyəti çoxumuzun yaşadığı bir vəziyyətdir. Bizi ən çox təhrik edən, ən çox qəzəbləndirən, ən çox xəyal qırıqlığına uğradan insanlar. Adətən ən dərin yaralarımızın üstünə basan insanlardır. Onlar proyektorumuzun ən qaranlıq və ən aydın filmlərini yansıtdığımız ekranlardır. Bəs niyə? Niyə kainat bu qədər amansızdır? Niyə daim yaralarımızı qanadan insanları qarşımıza çıxarır? Məhz burada gözləntiləri alt-üst edən o böyük sürpriz, Azərbaycan Xalq Müdrikliyinin dərindən bildiyi həqiqət devrəyə girir. Bu qarşılaşmalar bir cəza deyil, bir şəfa dəvətidir. Bu dəvətnaməni bizə gətirən elçinin adı isə kölgədir. Kölgə Jungun ən güclü anlayışlarından biridir. Kölgə şəxsiyyətimizin qaranlıq tərəfidir. Özümüzdə qəbul etməyi rədd etdiyimiz, bastırdığımız, mən belə deyiləm dediyimiz hər şeydir. Qəzəbimiz, qısqanclığımız, tənbəlliyimiz, tamahkarlığımız, cəmiyyətin, ailənin, özümüzün pis ya da qəbul olunmaz kimi etiketlədiyi bütün xüsusiyyətlər şuurun işıqlı səhnəsindən qovulur və şuursuzluğun qaranlıq kulislərinə, yəni kölgəyə itilir. Amma kölgədə yalnız pis şeylər yoxdur. Orada bastırılmış potensialımız da var. Cəsarətli olmamız gerəkən yerdə qorxaq davrandıqsa, cəsarətimiz kölgəyə düşür. Səsimizi qaldırmamız gerəkən yerdə sustuqsa, gücümüz kölgəyə düşür. Yaradıcılığımız, xəyallarımız, ehtiraslarımız. Əgər onları yaşamamıza icazə verilmədisə, ya da biz özümüzə icazə vermədiksə, onlar da kölgənin qaranlığında gizlənir. Jungun dediyi kimi, kölgənin içində yalnız palçıq deyil, eyni zamanda qızıl da var. Bəs kölgənin mövzumuzla nə əlaqəsi var? Belə, biz öz kölgəmizlə üzləşməkdən qorxduğumuz üçün, kainat onu bizə kənarda, başqa insanların üzərində göstərir. Başqa birindəki bizi dəlicəsinə narahat edən bir xüsusiyyət, demək var ki, həmişə öz rədd etdiyimiz kölgəmizin bir parçasıdır. Bir nümunə düşünək. Həddindən artıq intizamlı, hər şeyi nəzarət altında saxlayan, həyatı yalnız görüləcək işlər siyahısından ibarət olan bir qadın. Bu qadın tənbəl və məsuliyyətsiz gördüyü insanlara inanılmaz bir qəzəb hissidir. Onları mühakimə edir, tənqid edir, onlardan uzaq durur. Niyə? Çünki o tənbəllik və məsuliyyətsizlik onun öz içindəki bastırdığı, yaşamasına heç vaxt icazə vermədiyi kölgəsidir. Bəlkə onun ruhu biraz dincəlməyə, biraz axışa buraxmağa, biraz bəsdir deməyə həsrətdir. Amma bunu özünə o qədər qadağan etmişdi ki, bu xüsusiyyəti yaşayan birini gördükdə öz içindəki o bastırılmış parçaya qəzəblənir. Qarşısındakı insan yalnız bir güzgüdür. Öz zindanının barmaqlıqlarını ona göstərən bir güzgü. İndi Rəşidin hekayəsinə qayıdaq. Rəşid partnerlərinin onu nəzarət altına almasından nifrət edirdi. Bəs ya bu, Rəşidin öz kölgəsi ilə bağlıdırsa? Bəlkə Rəşid həyatının nəzarətini o qədər itirmiş hiss edir ki, öz içindəki bastırılmış nəzarət etmə arzusunu partnerlərinin üzərinə yansıdır. Bəlkə öz həyatının sükanına keçmə gücünü və məsuliyyətini rədd etdiyi üçün bu gücü başqalarına atfedir və sonra onlardan nifrət edir. Bəlkə Nilüfərin sadə dəvəti Rəşidə öz həyatını planlamaq, öz qərarlarını almaq gücünü xatırladan bir güzgü oldu. Amma Rəşid bu gücü, yəni kölgəsindəki o qızılı tanımaq əvəzinə onu bir təhdid kimi gördü. Rezonans qanunu məhz burada ən aydın şəkildə işləyir. Biz öz kölgəmizlə rezonansa girən, yəni titrəşən insanları həyatımıza çəkirik. Bizi ən çox təhrik edən insanlar bizə ən böyük hədiyyəni təqdim edən müəllimlərdir. Onlar deyirlər, bax buraya, özündə görmədiyini, amma sağalmaq üçün mütləq üzləşməli olduğum parça məhz burada,
mənim üzərimdədir. Bu inanılmaz dərəcədə çətin bir addımdır. Çünki bu, günahlandırmağı buraxıb güzgüyə baxmağı tələb edir. O mənə nə etdi sualından, bu insanın varlığı məndə nəyi oyandırır, hansı görmədiyim parçamı mənə göstərir sualına keçməkdir. Bu, qurban olmaqdan çıxıb simyaçı olmaqdır. Qarşımıza çıxan insanın üstümüzə fırlatdığı palçığın içindən öz qızılımızı axtarmaqdır. İndi bütün bu parçaların birləşdiyi o ana gəldik, səyahətimizin zirvəsinə. Sinxronluq, yansıtma və kölgə. Bu üç açar rezonans qanununun qapısını açır və bizi o böyük aha anına çatdırır. Zirvə anı budur. Həyatına girən heç kim, xüsusilə sizi ən çox çətinləşdirənlər, sizə əzab vermək üçün göndərilmiş düşmən deyildi. Onlar ruhun bütünləşmə yolculuğunda sizə kömək etmək üçün gəlmiş, çox vaxt özləri belə bunun fərqində olmayan bələdçilərdir. Rezonans qanunu bir maqnit qanunu kimi deyildi. Müsbət düşün, müsbət insanları çək kimi sadə bir formula deyildi. Bu çox daha dərin, çox daha ruhsaldır. Rezonans qanunu ruhun tamamlanma arzusunun qanunudur. Ruhumuz təbiəti etibarilə bütün olmaq istəyir. Tıpkı bir su damcısının okeana qovuşmaq istəməsi kimi. Amma biz həyat yolculuğunda parçalanırıq. Bəzi parçalarımızı kölgəyə atırıq, bəzilərini travmalarda itiririk, bəzilərini başqalarını razı salmaq üçün fəda edirik. Ruhumuz bu itirilmiş parçaları geri istəyir. Bu parçaları geri çağırmanın ən təsirli yolu isə onları bizə güzgü kimi yansıtacaq insanları həyatımıza dəvət etməkdir. Əgər gücünüzü itirdinizsə, həyatınıza ya çox güclü, ya da çox gücsüz insanlar gəlir. Hər ikisi də sizə öz gücünüzü xatırlatmaq üçündür. Əgər sevilməyə layiq olmadığınıza dair dərin bir yaranız varsa, həyatınıza ya sizi çox sevən və bu yaranı sağaldan, ya da sizi sevməyərək o yaranın varlığını sizə göstərən insanlar gəlir. Hər ikisi eyni məqsədə xidmət edir. O yaranı görməyinizi və sağaltmanızı təmin etmək. Rəşidin Nilüfərlə olan o anına yenidən qayıdaq. Rəşid o an proyektorunu söndürüb, barmaqlarını çıtlatmağı dayandırıb, bir anlığına Nilüfərə həqiqətən baxa bilsəydi nə olardı? Bəlkə Nilüfərin gözlərindəki nəzarət arzusunu deyil, yalnız birlikdə vaxt keçirmək istəyən bir insanın istiliyini görərdi. Sonra isə özünə dönərdi. Bu boğulma hissi. Bu tanışdı. Bu mənim hissimdir. Nilüfərin deyil. Bu uşaqlığımdan qalan bir xəyaldır. Və Nilüfər sadəcə bu xəyalı gün işığına çıxardı. Məhz bu, dönüşümün başladığı andı. Simyanın baş verdiyi andı. O an Rəşid Nilüfəri günahlandırmağı buraxır. Artıq sual, Nilüfər niyə belə etdi, deyil. Sual budur. Bu boğulma hissi ilə nə edəcəm? Bu köhnə yaranı necə sağaldacam? Öz həyatımın nəzarətini necə əlimə alacam ki, başqasının ən kiçik bir addımı məni təhdid altında hiss etdirməsin? Gördünüzmü? Bu qarşılaşma təsadüf deyildi. Bu Rəşidin ruhunun sağalma vaxtının gəldiyinə dair bir çağırış idi. Nilüfər yalnız postaçı idi. Məktub isə Rəşidin öz dərinliklərindən gəlirdi. Heç bir qarşılaşma təsadüf deyildi. Çünki hər qarşılaşma ruhun özü ilə etdiyi bir dialoqdur. Biz buna münasibət deyirik, amma əslində bu bir daxili münasibətdir. O biri sadəcə bizim öz içimizdəki parçalarla danışmağımızı təmin edən bir vasitəçidir. Bu həqiqəti anladığımızda həyatımızdakı bütün münasibətlər yenidən şəkillənir. Bizi incidən insanlara qarşı hiss etdiyimiz qəzəb yerini acı şirin bir minnətdarlığa buraxa bilər. Çünki onlar ən çətin müəllimlər olsalar da bizə özümüzü göstərmişlər. Bizə xoşbəxtlik verən insanlara duyduğumuz sevgi isə daha da dərinləşir. Çünki onların bizim ən gözəl parçalarımızı yansıdan, ruhun işığını bizə geri göstərən dəyərli güzgülər olduğunu anlayırıq. Artıq həyat bir döyüş meydanı deyil, nəhəng bir öyrənmə və böyümə məktəbinə çevrilir. Hər insan oxunacaq bir kitabdır və hər kitab əslində bizim öz hekayəmizin bir fəslini danışır. Bu uzun və dərin yolculuqdan sonra bir anlığına dayanaq. Bu qədər məlumatı, bu qədər duyğunu həzm etmək vaxt tələb edir. Bu təcrübədən öyrəndiyim tək bir şey varsa, odur ki, həyat bizə daim özümüzü tanımaq üçün fürsətlər təqdim edir. Bu fürsətlər isə ən çox insan qılığında gəlir. Jungun bizə püçülladığı ən böyük həqiqət bəlkə də budur. Xaricdə axtardığın, mübarizə apardığın, qaçdığın ya da həsrətini çəkdiyinin hamısı əslində içindəki bir əksidir. Növbəti dəfə biri ilə tanış olduğunuzda
və içinizdə güclü bir duyğu oyananda, istər qəzəb olsun, istər heyranlıq, istərsə məhəbbət, bir anlığına dayanın. Avtomatik reaksiya vermədən əvvəl o müdrik və sakit sualı özünüzə verin. Xoş gəldin. Görəsən sən mənim hansı parçamı mənə göstərməyə gəldin? Bu sual günahlandırmanı marağa, mühakiməni mərhəmətə, xaosu anlayışa çevirən sehirli bir açardır. Bu, qurban rolundan çıxıb, öz həyat hekayənizin qəhrəmanı olmağa atdığınız ilk addımdır. Unutmayın, heç bir qarşılaşma təsadüf deyildi. Hər biri evə, yəni öz bütövlüyünüzə dönmək üçün bir dəvətdir. Əgər bu söhbət ruhunuzun dərinliklərindəki bir yerə toxundusa, öz hekayənizlə bir rezonans qurdunuzsa, bu yolda tək deyilsiniz. Burada asan cavablar ya da sehirli formullar vəd etmirik. Sadəcə bu dərin və bəzən çətin yolda bir-birimizə yoldaşlıq etməyi təklif edirik. Kanalımıza abunə olaraq bu yolculuğa birlikdə davam edə bilərik. Növbəti görüşümüzə qədər özünüzə və qarşınıza çıxan hər güzgüyə məhəbbətlə baxın. Sağ olun.